Salam, xoş gəldiniz. Vaxtınız xeyir əziz dostlar. 12 iyun 2026-cı il. 20 Qəstim müharibənin bu gün 1570-ci günü, ümumi müharibənin 4496-cı günüdür. Dəyərli dostlar, müharibə bütün şiddəti ilə davam edir və bildiyiniz kimi bu günləri müvəqqəti Raşist İmperiyası özünün Rusiya günü bayramını qeyd edir. Və necə deyirlər, Ukrayna tərəfdə onların bu bayramını daha yaxşı qeyd etməyi kömək etdilər. Dırnaq arasında aydındır ki. Beləliklə, əziz dostlar, ötən gecədən başlayaraq biraz əvvələ qədər Ukrayna Silahlı Qüvvələrinin pilot uçuş aparatları Rusiyanın 16 regionunda əməliyyatlar həyata keçirdilər. Və bu əməliyyatlar 1200 kilometrdən ən yaxın ərazilərə qədər dövlət sərhədimiz boyu yerləşən vilayətlərdə baş verdi. Beləliklə, Rusiyanın 16 regionunda eyni zamanda əməliyyatların keçirildiyi deməli, təsdiqini tapdı. Bunlar həm də Rusiya Müdafiə Nazirliyi bildirir ki, ötən gecə Ukraynanın 231 pilot uçuş aparatını vurub. Deməli, Ukrayna tərəfinin hücum elədiyi ərazilər, mən sadalayım, siz də biləsiniz. Həştərxan, Belqorod, Bryansk, Voronej, Kaluga, Kursk, Lipetsk, Rostov, Samara, Saratov, Smolensk, Tula, Ulyanovsk vilayətləridir. Moskva regionu Moskva vilayətidir. Krımdır, Tataristandır və Azov dənizinin akvatoriyası üzəridir. Yəni 16 region, bir respublika Tataristan və bir dəniz akvatoriyası. Və təbii ki, çoxlu dağıntılar var. Əsas dağıntılarda o cümlədən yenə də dediyimiz kimi Tataristan Respublikasındadır. Yelabugada, Nijnekamskida, Almatevskida, Boğulmada və Nabərejni Çelnida və Zayinskida. Yəni bunlarla bağlı materiallar gəlməkdə davam edir. Hətta Nijnekamskida Ukrayna dronlarından biri vurulan, ya da ola bilsin özləri hava hücumundan müdafiə sistemlərinin səriştəsizliyindən 12 mərtəbəli evin 12-ci mərtəbə, 11-12-ci mərtəbələrini vurublar. Oradan gələn xəbərlər belədir ki, 4 nəfər yaralanıb. Əlbəttə ki, Ukrayna beynəlxalq humanitar hüquqa hörmət edir və yaşayış evlərinə hücum etmir. Bu, yəni bir mənalı belədir, bunu biz sizlə dəfələrlə danışmışıq. Və Nijne Kamsk Neftaximi, o Sibura deyilən ki, böyük neft-qaz kimyası müəssisəsi var. Əsas məqsəd ora idi. Orada vurulub. Bundan əvvəl Alabugada deyirlər, Yelabugada kim necə istəyir elə deyir. O dron mərkəzinə hücum idi. Və bunlar hamısı, əziz dostlar, baş verdi. Vəziyyət Rusiya üçün o qədər ciddidir ki, yəni ola bilsin hələ də dərk etmirlər. Dediyimiz vilayətlərinin bir çoxunda o cümlədən dəqiq bilirəm. Yəni bu birbaşa Tataristan lideri Minnixanovun dilindən səslənən məsələdir. Deməli, Rusiya günü ləğv edildi Tataristanda. Və dediyim həmin o zavod, Nijnekamskın neft-qaz kimyası zavodu, Sibura deyirlər adına, o 120 adda məhsul istehsal edirdi, əziz dostlar. Və aydındır ki, həm də müharibə bölgələrində istifadə edilirdi. Ona görə bir daha təkrar edirəm, Ukraynanın Nijnekamsk Ukrayna sərhəddindən təxminən 1100-1200 kilometr ərazidədir Tataristan. Həmin 1200 kilometrdən başlayaraq dövlət sərhədimiz boyu bayaqları sadaladığım Voronej, Bryansk filan, Belqorod vilayətləri, yaxud Cənub regionu, Rostov vilayəti filan bu hücumlar
dayanan deyil. Mən bununla bağlı sizə ötən ilin yayından, faizindən bildirirdim. Ukraynanın bugün bunları etməyə gücü çatır və hər zaman dediyim fikrin üzərində qalıram ki, biz bir daha ötən ilki qışı yaşamaq istəmirik. Ya bu qışı, yəni ötən ilki qışa oxşar qışı Rusiya yaşasın, ya da müharibəni dayandırsın. Yəni, bax, belə məqsəd bundan ibarətdir. Vəziyyət Krım ətrafında yəqin sizi çox maraqlandırır və cənub istiqamətində o qədər acınacaqlıdır ki, demək, müharibənin təşviq edənlər, təbliğatçıları, propagandistlər ki, onu deməli, güya neçə illər idi, 10 illər idi ki, Ukrayna müstəqil dövlət ola bilməz, Ukrayna bizim əyalətimizdir, əsərlər yazanlar, o cümlədən məsələn məşhur Rus, pis də məşhur ola bilir də, bilirsiniz. Dmitri Steşin bu günləri Rusiya əhalisinə müraciət edib və bildirir ki, əvvəla hökumətdən tələb edirəm ki, Krımda turist sezonu bağlansın. Bundan da əlavə Rusiya ictimaiyyətinə, Rus adamlarına məsləhət görür ki, Krıma getməyin. Çünki getsəz ilişib qalasınız orada və belə görsənir ki, Ukrayna yaxın zamanlarda Krımı götürəcək və siz girov düşə bilərsiniz. Bu dərəcədə Rusiyada bir ajitaj, bir qorxu yaranıb və bildirir ki, biz o vəziyyətdə, o təhərdə deyilik ki, beynəlxalq humanitar təşkilatlara onları da aşağılayıb, yeri gəlmişkən mətndə ki, müraciət eləyək ki, sonra sizi azadlığa çıxaraq, sonra sizi geri alaq. Ona görə bizim məsləhətimiz bundan ibarətdir ki, Krıma getməyin. Krıma getmək aşkar girov düşməkdir, aşkar əsir düşməkdir. Bu da, necə deyirlər, Kremlin aparıcı propagandistinin düşüncələri. Bir daha bildirirəm, bugün Rusiya tərəf güya Rusiya günü qeyd edirdi, amma bu Rusiya günü qara gəldi və qara da gələcək. Müvəqqəti Raşist imperiyası təbii ki, etdiyi cinayətlərin cavabını verməlidir, verəcəkdir. Bunun üçün Ukrayna tərəfin silahları, imkanları, bacarığı, istəyi, qabiliyyəti var. Yəni, əsas olanlar belə bunlardır. Və Rusiya imperiyası elə bir vəziyyətə gəlməlidir ki, həm Ukrayna, həm də qonşuları üçün, digər qonşuları üçün bir daha təhlükə mənbəyi olmasınlar. Yeri gəlmişkən bu ara çox sərsəm yazılar çap ediblər Rusiya mətbuatında ki, Ermənistanın meyvələrinin içərisindəki qurtlar, üzr istəyirəm, yəni yazdıqlarını deyirəm, güya ağır xəstəliklər yaradıblar, yaxud yaradarlar. Belə cic-cic, sərsəm işlərlə məşğuldur bu boyda imperiya. Ona görə bu boyda imperiya ki, sərsəmləyir, davranışını bilmir. Onun lideri demensiya xəstəliyinə tutulub, yəni yaddaş itirilmə xəstəliyinə tutulub. Onun kognitiv paranoyası var, hər şeydən qorxur, hər şeydən çəkinir. Ona görə Rusiya imperiyasına sonu, əziz dostlar, yaxınlaşır. Ben hətta deyərdim ki, çox sürətlə yaxınlaşır. Bəzində bizim gözlədiyimizdən tez yaxınlaşır bu mənada və Qari Kasparovla razıyam ki, Krımın azad edilməsi, yaxud digər ölkələrin ərazilərin azad edilməsi biz gözlədiyimizdən də tez olur. Dostlarımız gəldi. Təşəkkür edirəm, görüşərik. Gün ərzində görüşəcəyik.